Hər mikrofonu da əlinə alan müğənni olmur axı. Valla mən mikrofonu əlinə alan deyəndə mən muğam söhbətinin qalibiyəm. Özümü təsdiqləmiş bir ifaçıyam. Qara Nurlana söz atırsan? Yox, mən heç demirəm. Qara ümumidir. Düz vurur. Əlbəttə, bugünkü günə baxırsan, bazar yaradırlar, nə bilim, şou yaradırlar, nə edirlər. Yəni özləri bizə gəlirsə, bizim ikimizin Mənim sizdə nə işim var? Mənlə işiniz varsa sözünüzü deyərəm. Söhbət gedirsə mən də deyirəm. Yox, mən hələ ifasını eşitməmişəm də, bir ifa eləsin, bir baxaq görək. İfamı bayaq gördünüz. İlk dəfədir ki, mən Qara Tovuzlunu ilk dəfədir görürəm, yəni mən də sizi də ilk dəfə görürəm. efirdə ilk dəfədir görürəm, yəni ona görə ifasından sonra indi baxacam görürəm. Yox, Qara Nurlan bizim bilirsən də Dövlət televiziyasının keçirdiyi muğam müsabiqəsinin qalibi olub. Nə gözəl, uğurlar arzulayıram. Nəsrin xanımın da yetərincə musiqi təhsili var. Birinci yerə çıxartmışam, yəni dünya üzrə, skripka üzrə. Skripka üzrə. Yəni sənin sözünə razıyam. Hər mikrofonu əlinə alan müğənni olmur, amma baxır onu kimə demək. Söz gəlsin, sözünü götürür də. Söz gəlsin. Yox, söz gəlsin. Axı mən sizə nəsə dedim o. Deyirsiniz, mən də cavab Söz verirəm. Nə gəlsin deyirəm sən ki? Nurlanı deyirsən. O söz sizə aid deyil axı. Sözü niyə özünüzə götürürsünüz? Yox, deyirsən ki, mənə üçüncü dəfə Mən demədim mənə de. Dedim yəni ki, yerləri götürsünüz. Mən söz işlətmədim. Yəni bizə deyil, 100%. Sözüm gəlsin, siz narahat olmayın. Bax, mən bir söz deyəcəm.